Salam hörmətli əziz və xalqım. Mən burada Xarsaray məscidindəyəm. Buradan da Rəhim müəllimə salam verirəm. Rəhim müəllim, ən gözəl cənnəti sən burada qazandın. Asaq qatar heç görməmişəm. Real olaraq göstərdim yaxşıdır. Nəyə görə? Asa-busa minnətdarlığımı bildirəm. Bizi kimi mömin insanlara, dindar insanlara bu məscid istəyirsən. Kəş sən kimi hamı belə mübarək olsun bizə. Buradan da salam verirəm bütün elmə, olama. Xarsaradayım, Xarsaray cəmiyyətinə salam verirəm. Çünki mən Sulaverdən buraya gəlmişəm. Ancaq bütün zamanlarda xahiş edirəm ki, gəlsinlər, gözəl məsciddə namazlarını qılsınlar. Yəni, köpək balaları səslənəm, gözəl balalarımız. Avaralanmayın. Hiç boşa-boşa gəzməyin. Məktəbiniz, işiniz, ibadətiniz. Hər şeydən gözəl insana qalan ibadətdir. Namaz qılmaqdır. Namazınıza yiyəli edin. Dininizdə sadiq olun. Allah Teala buyurur, Kur'an'da da yazıldı. Oxumaq, oxumaq, qəbr aləminə ki oxumaq. İkra əlləzinə kəfərun. Oxumaq və qəbr və oxumaq qəbr aləminə ki oxumaq. İnşallah ki sizləri məndən sonra, məndən sonra da yəqin bizim tarixə söməm videom, bizim zamanlarımıza mənim örnəyim var. Və mənim uşaqlara, gənclərə örnəyim var ki, gözəl balalarımız sizlərə səslənir. O vaxtı mən oxuyan vaxtları Sovet devlətinə yaxın idi. Yəni, bilənlər bilirdilər, gəh molla deyirdilər, gəh nədir. İndi şükür Allaha, böyüklərinin, valideynlərin dinə yaxındırlar. Hamınızı, gözəl balalarım və sizi namaza gözləyirik. Və mən ölsəm belə, arxayla bizim zamanlarımız bizdən sonra namaza meyillidirlər. Kur'anlarına yəyəlir. Gəlin Kur'an oxuyun. Gəlin, bax, gözəl məscidimiz var. İnşallah ki, mənim səsimi eşidən balalarımız, yeni yetimlərimiz gəlib gedən gəl xarqdır. Aha, görürsünüz. Nədir? Allah. Nədir də var. Allah səbəb. Çok insanlar burada gele bakıyor, kime, neye göre ki, zamanlarımız gelip içmesin, bozulmasın. Aha, gel kardeşim, içeride bir de kal. Kardeşimizin eline soyma okuyacağım, işte duracak olsun. Ben yani söyledim, ben patikadadır. Aha. Sürtük yıkıla gidip burada. Allah'a yolda gitsak dolar. Asası şeytan yolda yıkılmayak. Aha bak, yürüyün. Gözəl gənclər, gözəl zamanlarımız sizi gözləyirik. Və belə ibadet olunur. Sübhanallah, ya Allah, Elhamdülillah, girməsinlər. Sıkıntınız var mı? Darınız var mı? Hamısı bu Allah'ta istəyir. Allah'ın namazını səcdə qoyun. Ne siz anlatırsınız? Allah Teala sizləri qorusun. Gözəl insanlar, mən sağollaşıram, inşallah takipçisi gözləyirəm ki, bu sözüm mənim dünyaya səs verir. Allah qorusun sizləri. Gözəl balalarım, siz də sağ olun ki, gəldiniz mənim kömək elədiniz.